İsmayıllı rayonunun Qalacıq kənd sakini Qardaşova Fidan Ceyhun qızı ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərərək ümumilikdə 685 bal toplayıb. Fidan Qardaşova Tariyer Qanadanov adına Qalacıq kəndi tam orta məktəbin 11-ci sinifini bitirib. Ailənin iki övladından böyüyü olan Fidan təhsildə qazandığı uğurlarla yanaşı kənd həyatının gündəlik işlərində də fəal iştirak edir. O dərsdən sonra ev işlərində anasına kömək edir, daha sonra dərslərinə hazırlaşır. Boş vaxtlarını isə əsasən kitab oxumaqla keçirir. Abituriyentin sözlərinə görə bu uğurun qazanılmasında ailəsinin, xüsusilə də anasının böyük dəstəyi olub. Dərslərinin hazırlanmasında anası ona daim kömək göstərib. Fidanın ən çox maraq göstərdiyi fən tarix olub. O 2024-cü ildə tarix fənnini üzrə keçirilən Respublika Fən Olimpiyadasında iştirak edərək birinci yerə layiq görülüb. Bundan əlavə rayon səviyyəsində təşkil olunan bilik yarışlarında 2 dəfə birinci yerin sahibi olub. O həmçinin zəka mübarizəsi olimpiyadasında iştirak edərək birinci yer qazanıb. Təhsil aldığı sinifdə 10 şagird olub. Onlardan 5 nəfər ali məktəbə qəbul üçün hazırlaşıb. Şagirdlərdən biri 481 bal, digər 2 nəfər isə 300 balın yuxarı nəticə əldə edib. Fidan Qardaşova qazandığı uğura görə valideynlərinə və ona 1-ci sinifdən 11-ci sinifə qədər dərs deyən bütün müəllimlərinə minnətdarlığını bildirib. Bu nailiyyəti əldə etməyimdə valideynlərimin və müəllimlərimin böyük əməyi var. Mənə göstərdikləri diqqət, qayğı və zəhmət sayəsində bu nəticəni qazanmışam. Onların əziyyətini heç vaxt unutmayacağam. Ən böyük arzum hüquqşünas olmaq və gələcəkdə cəmiyyətə faydalı bir vətəndaş kimi xidmət etməkdir, deyə Fidan Qardaşova bildirib. Yəni bu hüquqşünas olmaq istəyi məndə hardasa 10 yaşlarımda falan meydana çıxmışdı və bilirdim ki, bu çətin olacaq və hüquqşünas olmağı da belə aşağı baldan istəmirdim. 620 və yaxud da 630 baldan yox. Həqiqətən yüksək bir balla istəyirdim və 680 plus istəyirdim elə və elə də oldu. Bəli, əlbəttə reallaşıb. Mən övladımın bu nailiyyətlərini görəndə çox sevinirəm, çox qürur hissi keçirirəm. Övladımla fəxr edirəm ki, mənim öyrətdiklərimi, əziyyətlərimi yerə vurmadı, öz arzularına çatdı. Mən də bir ana kimi övladımın arzusuna çatdığını görəndə çox sevinirəm, qürur hissi keçirirəm. Fidanın bu nəticəsi bizim üçün gözlənilən idi. Fidan digər şagirdlərdən həmişə öz təşəbbüskarlığı, əməksevərliyi, zəhmətsevərliyi ilə seçilən şagirdlərimizdən olubdu. Həmişə dərslərinə fəal şəkildə hazırlıqlı gəlibdi, dərsə məsuliyyətlə yanaşıbdı. Bu nəticə onu sübut etdi ki, təkcə şəhər məktəbində və yaxud da kurslarda təhsil alan şagirdlərimiz yüksək nəticə toplaya bilməz. Adi ucqar bir kənddə, yəni bu şəraitdə təhsil alaraq Fidan maksimal balı toplayaraq bir daha bunun tam sübutunu etdi. Bugünkü uğur isə daha da bir uğurun üstə uğur gətirdi. Bu münasibətlə mən Fidanı, onun valideynlərini, məktəb kollektivini, ümumiyyətlə bütün təhsil ictimaiyyətini ürəkdən təbrik edirəm. Fidana gələcəkdə də yeni uğurlar, nailiyyətlər arzulayıram. Rafiq Həsənov, Elçin Məlikov, Yusif Əliyev bugün informasiya proqramı üçün.